يبقى الحماية. بدأنا ناخذ نضرب وشوط. تعال يا حجي يلا اهلا وسهلا يلا اهلا وسهلا درجه اولى حجغه حجغه اهلا وسهلا اهلا وسهلا اهلا وسهلا اهلا وسهلا بالزوار اهلا الزوار اهلا ممنون ها؟ والله يا حبيبي تعال جيب ابغى اي عجيب انك انت بس تنضبط Değerli kardeşlerdir, dikiş maşınları ilə kimlərin ki sumkaları sökülüb, onu tikirlər, insanlara bu cür xidmət edirlər. Bax qardaşlar, deyirlər ki, niyə biz İraq şəhidinə, ərəblərin şəhidlərini ağlayırıq, bizim şəhidlərə yox. Bax, bura Kərbəlanın yaxınlığıdır, yol üstündədir. Görürsünüz, bunlar bizim də şəhidə də qiymət verirlər və şəhidin də şəklin divara vururlar, ərbəyin yürüyüşündə. Yəni, şəhidlər sərhədsizdir, İslam şəhidi fərqi yoxdur. İstəyir İraqda, istəyir Kərbəlada, istəyir İranda, istəyir Azərbaycanda. İslam şəhididirsə, hər yerdə ona dəyər verilir. Hamımızın şəhididir.
القابض الباسط الخافض الرافع المعز المذل السميع البصير الحكم العدل اللطيف الخبير الحليم العظيم الغفور الشكور العليم الكبير الجليل الكريم الرقيب المجيب الواسع الحكيم الودود المجيد الباعث الشهيد الحق الوكيل القوي المتين الولي الحميد المحسن المبدع المعين المحيي المميت الظاهر الباسط الخافض Kərbəlaya bir türkmən əmi bizi gətirdi. Burada türkmənlərin evidir. Evdir. Həmin evdə biz qalırıq. Bax, buranı veriblər bizə. Öz evində. Bizə də yer veriblər. Kaldığımız ev burada. Mükemmel yer. Buradan böyle elmalı ısınmaz yeri, bura hamam. Burada giriş. تنين شوية اسمع ما شاء الله ميرو ورا حاجة تعال منا بابا تعال منا تعال منا بابا تعال منا نساء تعال منا نساء تعال نساء Selamünaleyküm. هذا ما تكلمون صح. اليوم تعالك وياه نلقاه قدامنا. روح
İnsanların qabağını kəsib ehsana dəvət edirlər. Sağ olun. Burada ambulansı dayanıb, kimə xidmət lazım olsa dərhal yerində. Hər yaxınlıqlarda tibb məntəqələri var. Ambulanslar da hazır vəziyyətdə durub gözləyirlər. Əbəlfəz ağanın hərəmidir. İnsanlar. شرفتونا عليا عليا وانتم ماشيين عيون الله وانتم ماشيين Lebbeyk ya Abbas. Lebbeyk ya Abbas. Lebbeyk ya Abbas. Lebbeyk ya Abbas. Hərəmin deyilən yerdir. İki hərəmin ortası deməkdir. Hərəmin, yəni iki hərəm deməkdir. Bu gördüğümüz qəbri şərif İmam Hüseyin Aleyhisselam'dır. Allah bu dünyada ziyarəti, ahirette ise şəfaətin bizlərə nəsib eləsin.
qardaşlarımdır. Bu isə Əvvəlfəz ağanın hərəmidir. Nə qədər ki arzusunda olanlar var, Allah onlara ziyarətin nəsib eləsin. Bu insanlar ki buradadır, milyonlar insanlar gəlir, gedir. Görün indi o Əhl-i Beytə qarşı danışanlar ki var, onların nə qədər danışdıqları var, hamısı puça çıxır. Çünki günü-gündən say artır. Hələ pandemiyadır, bütün ölkələrin sərhədi bağlıdır. Azərbaycandan cəmi cümüsü 1000 nəfərə yaxın adam gəlib. Siz təsəvvür edin, burada milyonlardır. Milyonlar insan burada ağanı ziyarət edir. Bu bizim Namik kardeşimiz. Hindistan maçkiletlerinden de bak bunlar. Çopra. Benim adım Çopra. Orada demir o. İnsan yolu çok rahat. Kızlar giden fakları sürüyorsun kazanıyor. Sen nerede çek? Sen baksın sen de çekelim. Neden bakalım? Başımın dalını çekmişim. Ben yola bakmıyorum. Sen bana burada yol diyorsun sana. Tamam, buradan çek. Ha. Mulla. Ay Mulla. Dala çönüp baksın evin oğlu sen tutmuşsan. Yoksa boynun dönmüyor. Güzel o yüzden gelecekler. Allah Məhəmməd ya Əli. Namik qardaş, bu çətinlikdə gəldin Ərbəyinə. Allah cümləmizə nəsib elədi. Yerdə nə qədər ki insanlar var, onlar arzulayırlar, Allah onlara da nəsib eləsin. Allah yolları açsın, ta bu çətinliklər olmasın. Ham asanlıqla gəlib asanlıqla getsin. Bu yolun da cəmaatı, insanlar müvəffəq olsun. İndi bu gəliş ki var, o birilərindən fərqləndimi və yaxud da ki bu gəlişindəki təəssürat necədir? Ondan xahiş edirəm. Hər il gəldiyizdə nəsə insan özümüzə götür qoy eləyirik, təşviş eləyirik də, nə? Amma bu il mənim üçün daha da gözəl oldu. Həqiqətən, bu il çox gözəl oldu. Məsələn, gözəlliyin fərqi nədə idi? Gözəlliyin fərqi ilə hər şeydə özümü məsələn yaxşı hiss eləməyimdə, yaxşı ziyarətləri yerinə yetirməyimdə, hal tapmağımda, daha doğrusu əsas o hal, məsələn hal tapmağımda ki Allah nəsib elədi, lütf elədi, özümdə nəsə yana Dəyişiklik hissi. dəyişik, belə. Yəni o birisi ziyarətlərə baxanda həm çətinliklər olur, həm səbr elədikcən Allah nəsə yeni şeylər çıxardır adamın qarşısına. Yəni hal tapırsan onun əvəzinə nəsə verir. Hər çətinliyin arxasında nəsə verir. Ona görə bu illərim çox mənə ləzzət elədi, çox gözəl oldu. 2021-ci il. Allah qəbul etsin. Çox gözəl oldu. İkram əmi, həmin sözləri sizə də yönəldək. İnşallah Allah sizin ömrünüzə bərəkət versin. Yaşınız yaşımızla fərqli olsa da ürəyinizdəki məhəbbət görürük ki, bizimkindən daha da cavandır, daha da irəlidir, daha da ötədir. Odur ki, özün, o rəftarın bizim qəlbimizə məhəbbəti bir daha dəyişdiyi. Allah səni İmam Hüseynlə məşhur eləsin. İstəyir bu dünyada, istəyir axirətdə. İndi
sizin fikrinizi öyrənmək istəyirik ki, görək təəssüratlarınız necədir bu Ərbəyin ziyarətində? Təəssüratlar çox gözəldir mənim üçün. Həyatımda bundan gözəl bir şey arzu eləmirəm ki, ağam Hüseynlər ki, həmişə orada həsrət çəkirik. Biz gəlib bura çıxmışıqsa, şükür Allaha ki, qismət edib bizə bura bu cəmaatdan, ağanın zəvvərləri ilə bir yerdə gəlirik. Mən özüm üçün nə deyim, söz tapıb deyə bilmirəm. Elə hesab edirəm ki, mən o cənnətdəyəm. Fikir arzu. O qədər razıyam ki, Allahdan qismət edib bu xalqla bir yerdə gəlir ağam yanına Hüseyn deyirik. Çox mənim üçün sözlə deyə bilmirəm. Allah qismət eləsin, gəlməyənlərə də, ürək istəyənlərə də Allah hidayət etsin, o hamısını hidayət eləsin, gəlsinlər inşallah ağanı ziyarətlə. Çox gözəl ziyarətdir, ildəkindən də çox yaxşıdır oldu bizim üçün. Belə oturmuşum burada, bu yerdə gözəl adam var. Mən istirahət gəzir ki, oteldə qalacam, harada qalacam, bu otelə gəzməyə gəlməmişik biz bura. Biz gəlmişik ki, ağanı ziyarət edək. Xanım Zeynəbin bu yolun, çətin yolun gəlmişik. Ləbbeyki ya Hüseyn. Xanım Zeynəbin yolunu gəlmişik. Şükür, çox şükür. Allah hamıdan razı olsun, sizdən də razı olsun ki, sizlə bu həm yoldaşlıq elədik, çox gözəl alındı, çox razıyam. Çox şükür Allaha. Sizə yoldaşlıq var. Buyur qardaş, sən də təəssüratlar uyalaq. Allah yenə də dediyim kimi insanların hamısına nəsib eləsin. Bu Əhl-i-Beyt tək bizim deyil, bu Əhl-i-Beyt bütün bəşəriyyətindir. Bu Əhl-i-Beyti hansısa bir məhsəbə sığdırmaqla, hansısa bir cəmiyyətə, millətə sığdırmaqla onları küçümsüzdürük, yəni balacaladır. Əslində bunlar bəşəriyyətindir. İndi bugün işlər belə gətirib ki, şiiyələr Əhl-i-Beytin dəyərini daha çox bilir. Şiiyələrin içində Əhl-i-Beyti daha çox sevənləri var, sevib o dərəcədə önəm verməyənləri var. Allah nəsib elədi ki, insanlar gəldi bura, Azərbaycan xalqına, digər xalqlara da nəsib eləsin ki, hamı rahatlıqla gəlib burada Əhl-i-Beyti ziyarət edə bilsinlər. Məndə Azərbaycanda təəssürat o idi ki, bu koronaya görə, yəni bu Covid-ə görə insanlar bura az gəldi. Məsələn, Azərbaycandan cəmi cümlətanı 200 nəfər viza ala bilmişdi. Üst-üstə götürsün 14 avtobus türklü Azərbaycanlı gəlib, burada 700 adam eləyir, 200 nəfərə də Azərbaycandan viza verirsə, 1000 nəfər eləmir. Amma elə bir təəssürat yaranır. Buyur. Ərbəyin təəssüratı insan hər dəfə fikirləşir ki, gedəcəm biraz fərqli, bu səfər fərqli olacaq, düzdür, fərqli olur. Bu səfər mən elə bilirdim ki, insanlar az olacaq. Ərbəyindən 2 gün keçməsinə baxmayaraq, küçələrdə hərəkət eləmək olmur, hərəmə daxil olmaq olmur. Bu insanın qəlbində məhəbbətin, sevinç hissi daha qalxır. Çünki Əhl-i-Beyti hələ Ərbəyindən keçməsinə baxmayaraq yanında bu qədər insanlar var. Küçələrdə hərəkət eləmək olmur, milyonlar yenə də hərəkət eləyir. Baxırsan ki, hələ qapılar, sərhədlər bağlı olduğu halda bu qədər insanlar gəlir. Bu bizə bir əlavə sevinç bəxş edir. Özümüzə qaldıqda isə öz təəssüratlarımız ondan ibarətdir ki, Allah nəsib elədi, gəldik. Mən bu yolda çətinliklərlə başladı. O çətinlik deyəndə əslində təyyarə ilə gəlmişdik. Avtobusla gəlmək bundan daha çətin olmalıydı. Amma bir anlıq sevinç hissi qarışdı. Bir anlıq hansısa hadisələr ki, başqaları qaldı, biz gedirik. İşlərimiz elə çətinə düşdü ki, hər an qırılma anı ola bilərdi. Hər an qırılma anı. Biz bura yalvara-yalvara, ağlaya-ağlaya, dua eləyə-eləyə axırı ki, Allah nəsib elədi. Son anlarda işimizin həll olması ilə gəlib çatdıq. Bu elə bil bizim bura gəlməyimizin, sevincin 1-ə 1000 artırdı. Yəni, əvvəl necə gələcəkdirsə, onu bir neçə dəfə qatı ilə dəyərləndirdi, artırdı. Bizim üçün dəyəri daha da çoxaldı. Təəssüratım ondan ibarətdir ki, xoşhal oldum. Yoldaşlarım gözəl insanlardı. Yaxşı ziyarət eləyə bildik. Bizi qarşılayan insanlar, qabağımıza yaxşı insanlar çıxdı.
həmişə yaxşı insanlar çıxır. Bu səfər lap yaxşı insanları çıxdı. Ehsanlar çox bol idi. İnsanlar sevə-sevə başqalarına xidmət edirdi. İnsanlar bir-birinin qulluğunda durmağa çalışırdı. Mənim özümün də arzum budur ki, biz neçənci dəfədir biz bura ziyarətçi kimi gəlirik. Allah nəsib eləsin, növbəti illərdə biz bura xidmətçi kimi gələk. İnşallah. Amin ya Rabbil aləmin. İnşallah. Allah qəbul etsin. Amin. Bismillah. Səməd qardaş. Allaha şükür ki, gəlib bura çıxmısan. Hər şey qaydasındadır. Gözəl ziyarət eləmişik. İndi getmək ərəfəsindəyik. Yoldaşlarla danışmışıq, sən qalmısan. İndi xahiş edirəm bu təəssüratların səndə necə iz qoydu, bu neçənci dəfədə gəlirsən, bu obrislərdən fərqləndimi? Bunlar barədə bir iki kəlmə deyəsən. Valla bilmirəm, 5-ci dəfədə, 6-cı dəfədə gəlirəm. Dəqiq bilmirəm. Mənim üçün çox gözəl oldu. Bu səhər hər gəlib ziyarət edib qaydanda deyirəm gələn səhər boşluqlarımın yerini dolduracam da. Məsələn, keçən səhər gəldiyim boşluğun bu səhər yerini doldurdum ki, namazlarımı çalışdım, vaxtında qıldım. Namazlarımı cəmaat namazı qıldım, çox. Ondan sonra hərəmdə bu səhər vaxtımı çox sərf elədim. Halında nə dəyişiklik, nə hiss elədin nətər? Vallahi hal mənim işimdir. Hal odur ki, Allah ömür versin. Ömrümün axırına kimi hası ilə yerincən Allah buranı mənə nəsib eləsin ki, gəlim. Arzumdur, ölüncə. Keçən ildən bu ilə dəyişiklik. Nə gördün, nə artıb, nə azalıb? Keçən səhərdən dəyişikliyə mən belə gözləmirdim ki, karantinlə əlaqədar adam az olacaq. Ancaq mən elə fərq bilmədim. 10%, 20% olar, bəlkə az olar. Ancaq az olmağına baxmayaraq, o bir illərdə Ərbəyinin sabahsı əhali azalırdı. Bu günləri Ərbəyinin 2 gün keçib, 2 gün keçməyinə baxmayaraq, hərəmdə adam çoxdur da. Günorta namazında mən yer tapıb 5 dəqiqə, 10 dəqiqə yer gəzdim ki, namaz qılmağa. Ancaq başqa illərdə Ərbəyinin sabahsı bir adam olmayırdı. Məsələn, cəmaat Ərbəyin qurtarmağına baxmayaraq, cəmaat Kəlbəladan ayrılmaq istəmir. Mən bu gedişlə baxıram, gələm 30'u, 31'i də burada adam çox olacaq inşallah. Amin. Allah, bizim qardaşlarımız var ki, iltimaz dua deyiblər. Mən də inşallah namaz deyiblər, qılmışam, dua deyiblər. Allah o duaları, namazları bizim yox, əhl-i beytin, öz istədiyi kimi, özü nə cür xeyri bilirənsə qəbul etsin inşallah. Amin ya Rabbi. Biz Allah'tan arzulayaq ki, ağanın, Allah'ın, Quranın və əhl-i beytin qədrxunda ki, Əmr əl-Möminin bizə vəsiyə qoydu ki, sizə kəmanət qoyuram. Quran və əhl-i beyt ondan qabağa da keçmin, arxada da qalmin, ardınca gedir. Bizi onların Allah'tan arzulayaq ki, ardınca gedənlərdən nəsib eləsin inşallah. Amin. Bütün dünyada nə qədər müsəlmanlar var, nə qədər İmam Hüseyin aşıqları var, ürəyində var, gələ bilmirlər, Allah o ziyarəti, bu ziyarəti onlara da nəsib eləsin inşallah. Amin. Mən Allah'tan arzulayıram ki, qiyamətə qədər bizim nəslimizi, kökümüzü İmam Hüseynə dost qərar versin. İmam Hüseynə nökər qərar versin. Əgər o yoldan çıxacaqsa, hansı övladlarımız onları hidayət eləsin. Hidayət eləməsə məhv eləsin. Vallahi deməli o qədər sözlər var ki, Allah qəbul etsin. Çox şad oldum. Gəzər könlü elədim mən. Nə başa düşmürəm. Öpürük səni, sağ ol. Allah axırıncı yox. İnşallah davamını da eləyin, ziyarətlərimizin davamını deyin inşallah. Allah qəbul etsin. Allah bizə hər şey nəsib etsin. O gün olsun Peyğəmbəri də ziyarət edəcək inşallah və
Allah o zalimləri də hidayət eləsin, hidayət eləməsə məhvə namid eləsin ki, Allah Teala bizə nəsib eləsin ki, bizim 4 dənə qərib imamımız var da bizim. İmam Həsən ağamızdır, İmam Səccad ağamızdır, İmam Muhammed Baqir əleyhissalamdır, İmam Cəfər Sadiq ağamızdır. Onların ziyarətləri qəribdirlər olar. Namid kişi. Bizim reis İstanbul reisidir. Saat 11:00'da başlayır. O vaxtacan da istirahət edirik aeroportda, Bağdad hava limanında.